Herkese salam, Kripto Azərbaycan kanalına xoş gəlmisiniz. Mən Xəlil. Bugün sizlərə 1 dollara 2370 dollar necə qazanmışam, onu göstərəcəm. Limitless bir növ binary option oxşuyur əslində. Burada sizə 1 saatlıq bir vaxt verirlər. Bu 1 saat ərzində buradakı tokenların qalxacağını və düşəcəyini təxmin edirsiniz. Məsələn, deyir ki, Sol 1 saat ərzində, yəni artıq 4 dəqiqə qalıb, 237 dollar qiymətindən yuxarıda olacaq, yoxsa aşağıda olacaq. Above, yəni yuxarıda olacaq deyirsinizsə, yəni bax, çox adam aşağıda olacaq deyib, 99% aşağıda olacaq deyib, qiyməti düşür 237-dən düşüb 233-ə. Burada below aşağını seçsək, 100 dollar yatırsaq, bizə 100 dollar 45 sent verəcək. 500 yatırsaq, artıq ziyana gedirik, ona görə də yatırmırıq. Amma burada above tıklasaq, 20 dollar yatırmaq istəsək, bizə 531 dollar verəcək. Mən nə elədim? Baxın, burada gördüyünüz kimi 2370 dollar biraz öncə burada qazanc sağladım. Onu da necə elədim? Mən 100 dollarlıq long işləmi açmışdım. Qiyməti yuxarıdaydı əslində. Yəni indiki burada tərsinə baxanda shortdur. Burada deyək ki 100 dollar yatırmışdım. Məndən 102 dollar verəcəkdi. Burada da niyə həcm edirəm? Buradan airdrop gələcək və yaxşı airdrop gələcəyini düşündüyüm üçün burada işləmə girirdim mən. 102 dollar verəcəkdi. Təxminən 56 dəqiqə əvvəl də Powell'in danışığı var idi. Faiz endirimləri falan söhbətlər olacaqdı. Həmişə də elə olanda qiymətlər oynayır birjada bildiyiniz kimi. Dedim ki, işimi riskə atmayım. Onsuz da long girmişəm. Gəl bir də short işləm alsam kiçik məbləğdən. Dedim, qoy görüm 1 dollara nə qədər verəcək mənə. 1 dolları yoxlayanda gördüm ki 1000 dollar civarında yazılır. Baxın, burada 1 dollara 400 dollar göstərir. 100 dollar long açmışdım zaten. 1 dollar da short işləmi açın dedim. Mən işləmi okey verənə kimi gördüm artıq 2370 dollar göstərdi. Yəni son hardasa 1 dəqiqə qalmışdı vaxtın bitməyinə və təxminən o qiymətdən 1% civarında əks tərəfdə idi də. Yəni longdaydı, shorta düşməsi demək olar ki imkansız idi. Saniyələr içində 1%-dən çox qiymət oynamalı idi. Girdim 1 dollar yatırdım, 2370 dollar göstərdi. İşləmi tamamladım. Son 3 saniyə qalmış, qiymət aşağı vurdu. Mən oradakı longdakı 100 dollarımı itirdim təbii ki, amma 2370 dollar burada mənim qazancım oldu. Burada bir kampanya başladıblar. Birinci yerə həftəlik kampanyalar olacaq. Birinci həftədə hələ. Birinci yerə 3000 dollarlıq mükafat. Mən artıq 2300 dollarımı aldım. Mükafat almış kimiyəm. İkinci yerə 1500 dollar, üçüncü yerə 500 dollar və burada point məsələsi də var. Point toplayırsınız eyni zamanda işləmə girəndə. Komandalar var. Komandalarda da 1, 2, 3-cü sıralara gördüyünüz kimi 2x, 1.5x və 1.25x civarında artıq point verəcək. Mən burada biraz işləm edirəm, point kasmağa çalışacağam. Mən düşünürəm ki, bunun airdropu da yaxşı olacaq. Bu da əslində bir növ taktika kimi bir şey olar əslində. Burada taktika eləmək olar. Necə? Gəldik məsələn 300 dollar məsələn buna yatırdıq. 299.31 300 dollar verirdi. Olduğu kimi düzdür. Amma biz burada həcm edirik. Sonra gəlirsiniz əks tərəfə də bunun hamısını silək. 2 dollar yatırsanız belə zaten 1400 dollar göstərir. Son 1-2 dəqiqə qalmış bunu eləyə bilərsiniz. Hər hansı bir ziyanınız olmur. Hətta belə mənim kimi yüksək qazanclar da əldə edə bilərsiniz. Həm burada işləm edərsiniz, point qazanarsınız, həm də belə yüksək qazanclar qazanmağın da şansını artırarsınız. Qeyd edim ki, bu işləmlərə girə bilmək üçün, yəni limitlessdən istifadə edə bilmək üçün cüzdanınızda base ağında USDC olmalıdır. Gördüyünüz kimi hər hansı bir minimum, maksimum məbləği yoxdur. Maksimum 300-400-ün üstünə çıxanda orada problemlər verə bilir. Yəni likvidlə əlaqəlidir. Məsləhət görürəm ki, 200 dollar kimi işləm görə bilərsiniz maksimum. Bu video yatırım tövsiyəsi deyil əziz istifadəçilər. Sadəcə biraz öncə qazandığım qazancı, buradakı fürsəti, şansı sizlərə göstərməyə çalışdım. Mənim gördüyüm qədərilə hər hansı bir ziyan riskim yoxdur. Bundan sonra bu şəkildə işləmlərimi açmağa davam edəcəm. Son 2-3 dəqiqə qalmış. Həm long, həm də short işləmləri açacağam. Həm burada həcm edəcəm. Zaten bir ziyanım yoxdur, amma bayaqki kimi tərsinə gətirərsə də yüksək qazanclar əldə edə bilərik. Saytın linkini videonun açıqlamalar bölümündə sizinlə paylaşacağam. Əgər videoya axıra kimi baxmısansa, gəlin bu videoya özəl bir çəkiliş edək. Kanalımıza abunə olub videonu bəyənirsiniz və bir yorum yazırsınız. 24 saat ərzində o yorumların içindən 2 nəfərə 10 dollardan, yəni toplam 20 dollar məbləğində mükafat verəcəm. Bugünkü videomuz bu qədər idi əziz istifadəçilər. Mən Xəlil, hər kəsə bol qazanclar.